Salam değerli YouTube izleyicilerimiz, Abşeron rayonu Məhəmmədli qəsəbəsindəyik. Bir məhəllənin içində 6 dənə tam təmirli paket kupçalı həyət evləri satışa çıxıb. Evlərin hamısının videosunu ayrı-ayrı çəkib paylaşıram. Düz məhəlləyə qədər asfalt yol. 3 sotun içində yerdən 6-7 daş kürsüdə tikilib. 4 otaqlıdır. Evin içində də 2 dənə sanitar qovşaq var. Biri yataq otağı üçün nəzərdə tutulub, biri isə ümumi dəhliz üçün nəzərdə tutulub. Bir daha qeyd edirəm, 3 sotun içində yerdən 6-7 daş kürsüdədir. Evin padvalına girişi var, çardağına girişi var. Qazı, suyu, işığı daimi fasiləsizdir. Heç bir zabora bitişi yoxdur. Zaborlarından məsafəsi saxlanılaraq tikilib. Evin həyəti tamit daşlarından döşənilib. Kənar hissələrdən gördüyünüz kimi əlavə az da olsa boş torpaq sahəsi saxlanılıb. Qazı, suyu, işığı daimi fasiləsizdir. Çay ağaclarının hər biri qoyulub. Evin tikintisi zamanı yüksək və keyfiyyətli materiallardan istifadə olunub. 4 otaq, 120 kvadrat evimizin ümumi sahəsidir. Bu evin dəhliz hissəsidir. Dəhliz və sanitar qovşaq istipoldur. Solda gəlir evimizin mətbəx hissəsi. Mətbəxə daxil oluruq. Gördüyünüz kimi mebel arası kafeli var. Yerdə mebelin alt hissəsi üçün əlavə kafel hissəsi saxlanılıb. Pəncərələri yerdən olan şəbəkə pəncərə. Mətbəxdə də, otaqlarda da pollar laminatdır. Evdə kombi sistemi də çəkilib. Altı beton, üstü kəmər, 4 bir tərəfi qoşadaşdan tikilib. Hər bir otağın geniş pəncərəsi, pəncərələr evin öz həyətinə baxan pəncərələr. Bu uşaqlar üçün nəzərdə tutulan yataq otağıdır. Məlumatları sizə bir daha təkrar etmək istəyirəm. Abşeron rayonu Məhəmmədli qəsəbəsidir. Çox gözəl bir məhəllədə, hündür, quru, nəmişlik olmayan məhəllədir. 3 sotun içində yerdən kürsülü, 4 otaqlı, paket kupçalı həyət evidir. Nəzərinizə çatdırım ki, ev paket kupçalı olduğuna görə ipotekaya da yarayır. Əgər ki, bank sizə dövlət ipotekası ayırırsa, buyurub yaxınlaşıb, istərsəniz evinizi bank yoluyla, istərsəniz də nəqd şəkildə əldə edə bilərsiniz. Evimizin qiyməti 98 min manatla satışa çıxıb. Real alıcılarımız olarsa qiymətində endirim olunacaq evin sahibi tərəfindən. Bu da ən sonuncu yataq otağı idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.